Hər kəsə salam deyim, 20 variant sınaq imtahanının 4-cü qrup sınaq nömrə 6-nın izahına baxırıq. Hansı reaksiyada X natriumdur? Demək, natrium su ilə reaksiya daxil olan zaman natrium hidroksid əmələ gətirir. A-da olmaz. Sonra natrium nitratı parçalanan zaman natrium nitrit və oksigen alınır. B doğrudur. Məsələn, C-də natrium oksigendən natrium 2O2 əmələ gətirir. Qatı sulfatla burada natrium 2SO4 olur. Həmçinin burada natrium nitrat H xloruna reaksiya daxil olunur. Çünki nitrat və xlorid turşusu eyni qüvvətli olduğundan onlar bir-birini o şərtlə duzundan sıxışdırıb çıxarır ki, buradan çöküntü alınsın. Natriumu da xlorla əmələ gətirdiyi birləşmə çöküntü olmadığından, yəni Y-də doğru deyil. Ona görə cavab olacaq B variantı. 2. X və Y-i müəyyən edin. Demək, X natriumdan kalsium üçün ortaq olan karbonatı suda həll olunmur. Karbonatı suda həll olmayan kalsium və sink tipi olacaq Y. Su ilə qələvə əmələ gətirir natrium və kalsium. S elementidir natrium və kalsium. Birləşmələrdə ekvivalentli olur kalsium və sink. 2, 3, 1, 4, 2 də olur D variantı. Demək, qələvi metallar verilib, reaksiya sərf olunan oksigenin miqdarı. 2, 3-cü və 4-cü dövrün qələvi metallarıdır. X və XYZ metalların ərimə temperaturlarının artma sırasını müəyyən edin. Demək, 2-ci dövrün, 3-cü dövrün və 4-cü dövrün qələvi metalıdır. Onda olur 2S1, çünki qələvi metallar 1-ci qrup elementlərdir. Biri olur 3S1, digəri də olur 4S1. Yəni, litium, natrium və kaliumdan söhbət gedir. Demək, litium oksigenlə reaksiya daxil olanda litium oksid əmələ gətirir, litium 2O. Natrium oksigenlə natrium peroksid əmələ gətirir, natrium 2O2. Kalium oksigenlə kalium O2 əmələ gətirir. Bunu da əmsallaşdırsaq. İndi reaksiya sərf olunan oksigenin mol miqdarı. Bunun kütləsi M olanda görə buna nə qədər oksigen sərf olunur? X. 4 vur kütləsi litiumun 7-dir. 4 vur 7 olanda neçə mol oksigen sərf olunur? Buradan X bərabərdir. M böl 28. Natriumun kütləsi 23-dür. 2-yə vuranda 46 olanda 1 mol. Kütləsi M. Hamısının kütləsi M-dir. M olanda X bərabərdir. M böl 46. Kalium üçün kaliumun 39 qramı 1 mol oksigenlə reaksiya daxil olursa, bəs M qramı nə qədər olacaq? M böl 39. Aldıq M böl 28, M böl 46, M böl 39. Təbii ki, M-i biz 28-ə böləndə daha böyük qiymət alarıq. Və yaxud da ki, götürüb M-in yerinə özümüzdən bir rəqəm qoysaq, bir-bir bunların hər birinə bölüb baxsaq, görəcəyik ki, M-i 28-ə böləndə daha böyük ədəd alınır. Ona görə bizdə də ən böyük N3-dür. Demək, litium olacaq Z, çünki N3 olan Z-ə uyğun gəlir. Sonra M böl 39 ondan biraz kiçik olur. Bu da uyğun gəlir N2-yə. N2 də Y-dir, yəni kalium. Digər də olur X. Yəni, Z, X, Y artıcılığında yerləşir. Qələvi metalların da yuxarıdan aşağı doğru getdikcə ərimə temperaturu azalır. Bizə də artma sırası verirsə Y, X, Z, yəni yuxarı doğru artır, olur C variantı. 4-də hansı reaksiyalar doğrudur? Mis qatı nitratından NO2 əmələ gətirir. Sink natrium hidroksidlə natrium 2, sink O2 hidrogen alınır. Bu düzdür. Dəmir xlorundan dəmir 3 xlorid. Bu da düzdür. Dəmir qatı nitratından dəmir həm nitratın durusu ilə də qatısı ilə də 3 valentli duzunu əmələ gətirir. Ona görə 4 səhvli olacaq 2-3 D variantı. 5-də kalium oksid və XO3. Bunlar su ilə reaksiya daxil olur. Bu da su ilə reaksiya daxil olur. Buradan alınır kalium hidroksid. Əmsallaşdırsaq bura 2. Buradan isə burada çox güman ki, bu XO3-ü turşu oksidi kimi nəzərdə tutulur. Buradan H2XO4 alınır. İndi kalium 2 oksidin kütləsi 18,8-dir. Bu M qram su ilə reaksiya daxil olur. Aşağıdan onun MR-ni yazsaq.
94. Bu da 18 qram su ilə reaksiyaya daxil olur. M bərabər olur 3.6. Biz M-in qiymətini tapdıq. İndi yerinə yazarıq. Demək, X ölçü bizə şərtdə verim 20 deyim. Onun 20 qramı M qram su ilə. M-i də biz tapdıq 3.6. Onda X ölçü nömrəni yazarıq yerinə. X-in kütləsini bilmirik X. Oksigen də 16 vurur 3, 48. 18 qram su ilə reaksiyaya daxil olur. Buradan da X bərabər olur 52. Y variantı. X, Y set. Alüminiumla reaksiyaya daxil olur, kalsiyumla reaksiyaya daxil olur. Y isə hər ikisi ilə reaksiyaya daxil olur. Natrium hidroksid alüminiumla reaksiyaya daxil olar. Bu uyğun gəlir X-ə. Xlor həm alüminiumla daxil olur, həm kalsiyumla. Bu da uyğun gəlir. Hidrogen isə alüminiumla daxil olmur, kalsiyumla daxil olur. Elə ona görə olur A variantı. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Bir valent elektronu var. Bunların hər ikisi birinci qrupda yerləşir. Lityumda, natriumda. Bu demək ki, ikisində bir valent elektronu var. Bu ortaq xüsusiyyətdir. Azot ilə adi şəraitdə reaksiya daxil olur lityum. Oksigende yandıqda peroksid əmələ gətirir natrium. Nitratın parçalanmasından 3 maddə alınır. Demək, natrium nitrat parçalananda natrium NO2 ilə oksigen alınır. Yəni 2 maddə. Amma lityum nitratı parçalananda buradan lityum oksid, NO2 oksigen əmələ gəlir. Yəni 3 maddə alınması lityuma aid. Yəni dördüncüsü lityuma aid olur. 2, 4, 3, 1 olacaq C variantı 7-də. 8. Hansı reaksiyada X sinkdir? Sink su ilə əsas yox, oksid əmələ gətirir. Sink oksid. Sink natrium OH-la, natrium 2, sink O2 və hidrogen əmələ gətirir. Olur B variantı. Hansı reaksiyalarda xromun 2 valentli birləşməsi alınır? Demək, xrom oksigenlə. Xrom 2O3, burada xrom 3 valentli olur. Xrom H-xlorla xrom xlor 2 əmələ gətirir, 2 valentli olur. Xrom duru sulfatla da xrom 2 sulfat əmələ gətirir, 2 valentli olur. Amma xlorla xrom xlor 3 valentli əmələ gətirir. Görə cavab olacaq D variantı. Sonra 10-cu sual. Sink və berilyumdan ibarət qarışığın üzərinə natrium hidroksidi əlavə edən zaman buradan qaz ayrılır. Sinkdə berilyumda natrium OH-la hidrogen ayrılır və ayrılan hidrogen onların valentinin yarısı qədər olur. Məsələn, sink 2 valentlidir, demək 1 mol hidrogen ayrılır. Berilyum 2 valentlidir, 1 mol hidrogen ayrılır. İndi biz bilmirik, bunlar qarşılığımızda neçə moldular. Buna da X yazaq, buna Y yazaq, bu da X olacaq, bu da Y olacaq. Qarşılıq 31 qramdır. Sinkin kütləsi 65-dir. X mol götürmüşdük, onu da vururuq. Berilyumun kütləsi 9-dur, Y mol götürmüşdük, vurduq ona. Bərabər olur 31-ə. Və bu reaksiyada 2,2 mol qaz ayrılır. Burada əvəz etməkdə X bərabərdir 2,2 minus Y. X-in bu qiymətini gətirib yerinə yazaq. 65 vurulsun 2,2 çıxılsın Y plus 9Y bərabərdir 31. Buradan da Y bərabər olur 2. Əgər Y 2-dirsə, Y-in qiymətini burada yerinə yazsaq 2,2 çıxılsın 2, X də olur 0,2. Demək, ilkin qarşılıqda sinkin kütləsini hesablayın. Biz X-i tapdıq. İlkin qarşılıqda sinki X götürmüşdük. X də 0,2 tapdıq. Bu da neçə qram deməkdir? 0,2-ni vururam. Sinkin A yerinə 65-ə. Bu da edəcək 13 qram. C variantı. 11. Demək, 1, 2, 3. Üçün doğru olanları seçməliyim. Natrium hidroksidlə reaksiyaya daxil olmur. Demək, bu olacaq mis və dəmir. Yəni ikinci uyğun gəlir. Oksigenlə qarşılıqlı təsirdə olur. Oksigenlə qarşılıqlı təsirdə olacaq hər üç. Xlorid turşuda reaksiyaya daxil olur dəmir və sink. Suda həll olmur. Hər üçü suda həll olmur. Olur cavabımız A variantı. Sonra 12. Bərabər kütlədə götürülmüş natrium peroksidin karbon dioksidlə reaksiyasında maddələrdən birindən 17 qram artıq qalarsa neçə qram oksigen alınır? Demək, natrium peroksid, natrium 2O2 karbon qazı ilə reaksiya daxil olur. Alınır natrium, karbonat və oksigen. Əmsallaşdırsaq, bura 2 yazsaq, burada 2 düzəlir. Demək, karbon dioksid də natrium peroksiddə M götürülür.
4-dür. Yəni bərabər kütlə götürülübdür. MM yazaq. İndi görək hansı artıq qalır. Yuxarı şərtdə verilən kütləsini yazdıq. Yəni MM. Aşağıda özlərinin kütləsini yazırıq. Natrium peroksidin əmsalını vuracaq MR-nə. Yəni 78-ə. Bu da edir 156. Aşağıda karbon qazının MR-i 44-dür. 2-yə də vururuq 88. Sonra yuxarını bölürük aşağı. M bölü 156, M bölü 88. Biz görürük ki, M 88-ə bölsək daha böyük qiymət alarıq. Bundan daha böyük qiymət alacaq. Bundan daha kiçik. Hansından böyük qiymət alarıqsa, demək ondan artıq qalacaq. Buradan da bilirik ki, artıq qalan olacaq karbon qazı. Onda deyir, maddələrin birindən 17 qram artıq qalıb. Natrium peroksid elə M qramdır. M qram natrium 2O2'miz var. Çünki bu artıq qalmayıb, tam sərf olunur. Karbon qazı isə M qram idi. 17 qramı artıq qalıbsa, demək M-17'si sərf olunub. Biz də tənasübü quranda onun sərf olunan qiymətindən istifadə edə bilərik. Yerinə də özünün kütlələrini yazıram. Karbon qazı 88. Hesablayırıq 88 M bərabərdir. 156 M çıxılsın. 156-nı 17'yə vursaq. 2652. Buradan da M bərabər olur 39'a. M'i tapdıq ki 39'dur. İndi deyir ki neçə qram oksigen alınır. M'in qiymətini tapdıq, yerinə qoyub yazalım. Demək 39 qram natrium peroksid reaksiyaya daxil olanda neçə qram oksigen alınır? X. Natrium peroksid 2 vur 78, yəni 156 qramdır. Bu zaman 1 mol, yəni 32 qram oksigen alınır. Buradan da X bərabər olur 8. A variantı. 13'də bu reaksiya üçün hansı ifadə doğru deyil? Reaksiyadan alınır kalsium hidroksid və asetilin, yəni C2H2. Bunu əmsallaşdıraq. İndi bura 2 açsaq tam olur. Reaksiya məhsullarının əmsal cəmi 2-dir. Məhsullar bunlardır. Bunların əmsalı 1, 1, yəni 2-dir. Kalsium OH2, yəni kalsium hidroksid alınır, bu da düzdür. Suyun əmsalı 2-dir, bəli. Qaz halında maddə alınır, bəli. Asetilin alınır, o da qaz halındadır. Oksidaşma reduksiya reaksiyasıdır. Burada demək, kalsium müsbət 2-dən gəlir müsbət 2-yə dəyişmir. Karbon mənfi 1-dən gələcək, burada da olacaq elə mənfi 1. Dəyişmir. Oksigen mənfi 2-dən mənfi 2-yə, hidrogen müsbət 1-dən müsbət 1-ə, yəni dəyişmir. Oksidaşma reduksiya reaksiyası deyil. Cavab olacaq Y variantı. Alüminium üçün hansı ifadələr doğrudur? Birləşmələrdə müsbət 3 oksidaşma dərəcəsi göstərir, bəli. Xlorid turşusu və natrium hidroksid reaksiya daxil olur, bəli. Çünki o amfoter xassəlidir. Həm turşularla, həm qələvlərlə reaksiya daxil olur. Suda yaxşı həll olur, xeyr. Adi şəraitdə qat nitrat turşusu ilə qarşılıqlı təsirdə olur. Xeyr, adi şəraitdə yox, qızdırıldıqda bu reaksiya gedir. Çünki adi şəraitdə reaksiya baş vermir. Qızdırmaq lazımdır ki, reaksiya gedə bilsin. Ona görə cavab olacaq 1-2 B variantı. Sfaleritin tərkibinə daxildir. Sfalerit sink S-dir. Yəni onun tərkibinə daxil olan olur sink. Variantlardan sink olanları saxlayaq. Hidrogenlə reaksiyaya daxil olunur. S ilə D-yə baxaq. Kalsium var, alüminium var. Bunlardan kalsium hidrogenlə daxil olur. Amma alüminium daxil olmur. Elə qalır C variantı. Z-ə də baxaq. Malaxitin tərkibinə daxildir. Malaxit kuprum OH2 CO3'dür. Həqiqətən də onun tərkibində mis var, yəni uyğun gəlir C variantı. Sonra 16. X hansı metallar ola bilər? Yəni qat nitrat turşusu ilə NO2 əmələ gətirsin. Dəmir qatısı ilə NO verir. Mis NO2 verir. Sink də NO verir. Civə də NO2 verir. Cavab olur 2-4 C variantı. Demək, X, Y, Z qələvi metallar verir. Su ilə reaksiyadan alınan hidrogenin həcmi belədir. 2-ci, 3-cü, 4-cü dövrün qələvi metallarıdırsa, qələvi metallarda bilirik ki, birinci qrup elementlərdir. Yəni 2s1, 3s1, 4s1.
Söhbət demək lityumda, natrium və kaliumdan gedir. Görürük ki, su ilə reaksiyadan ayrılan hidrogenin həcmi ən çox V2-dədir. Yəni, hansının kütləsi azdırsa, ondan daha çox hidrogen, onun su ilə reaksiyasından daha çox hidrogen ayrılır. Yəni, V2 uyğun gələcək lityuma, sonra natrium, sonra da kalium V1. Yəni, V2 olur Y, V3 olur Z, V1 də olur X. Və biz də bilirik ki, yuxarıdan aşağı reduksiya edicilik artır. İndi azalma sırası deyirsə, aşağıdan yuxarı götürəcək, yəni X, Y istiqamətində azalacaq. Sonra 18. Reaksiya üçün hansı ifadə doğru deyil? Demək, buradan alınır alüminium 2O3 və dəmir termit qaynağı reaksiyası. Oksidləşmə reduksiya reaksiyasıdır. Bəli, görürük ki, alüminium 0-dan müsbət 3-ə keçib, dəmir, burada bunun oksidləşmə dərəcəsi 8/3 olur. Keçib 0-a. Yəni, oksidləşmə reduksiya reaksiyasıdır. Eksotermik reaksiyadır. Bəli, bu eksotermik reaksiyadır. Termit qaynağı reaksiyası. Termit qaynağı reaksiyası da doğrudur. Reaksiyadan alınan bəsit maddənin əmsalı 9-dur. Şimdi bunu əmsallaşdıraq. Ferium 3O4 plus alüminium alınır. Alüminium 2O3 plus ferium. Burada 3 dənə dəmir 8/3-dən keçir dəmir 0-a. Alüminium da 0-dan 2 dənə alüminium müsbət 3-ə. Demək, burada dəmir 8/3-dən 0-a keçəndə 8/3 elektron olur. Onun qarşısındakı 3-ə də vururuq. Qalır 8. Alüminium da 0-dan 3-ə 3 elektron. Yerini dəyişirik. 3, 8. 3-ü yazırıq dəmirə, 8-i yazırıq alüminiuma. Onda bura 9 olacaq, burada 4 düzəlir. İndi bizə deyir, bəsit reaksiyadan alınan bəsit maddənin əmsalı 9-dur. Bəli, bəsit maddə dəmirdə əmsalı da 9-dur. Reaksiyadan alınan mürəkkəb maddə su ilə qarşılıqlı təsirdə olur. Buradan alüminium oksidi alınır və o amfoter oksidi. Amfoter oksidlər su ilə reaksiya daxil olmur. Olacaq Y variantı. 19. Natrium hidrid su ilə reaksiyaya daxil olur. Buradan alınır natrium hidroksid və hidrogen. Əmsala ehtiyac yoxdur. M qram natrium hidrid götürülüb. M-11 qram qaz ayrılıb. Bunun MR olur 24. Hidrogenin də kütləsi 2-dir. 2M bərabərdir 24M çıxılsın. 24-ü 11-ə vursaq 264. Onu da 22-yə bölsək M bərabər olur 12-yə. 19-da olur B variantı. Xrom, sink və dəmir üçün hansı ifadələr doğrudur? Dəyişkən valentlidir. Burada xromla dəmir dəyişkən, amma sink sabit valentlidir. Hidroksidləri suda həll olunur. Bəli, bu doğrudur. Oksigenlə reaksiya daxil olur hər üç. Natrium hidroksidlə reaksiyaya sink daxil olacaq. Qızdırıldıqda xlorla reaksiyaya da hər üç daxil olur. Olur 2, 3, 5 B variantı. Demək, oksidlər verilib. Xromun oksidləri. Xromun hansı oksidləri var? Xrom O, xrom 2O3, xrom O3. İndi xromun kütlə payı. Yəni, bunu hesablamadan da baxırıq ki, bu kütlələrə baxsaq, yəni bu görünüşlərinə baxsaq görərik ki, burada xromun kütləsini daha kiçik ədədə bölərik. Burada nisbətən daha böyük olar. Burada isə ondan da biraz az olur. Yəni, ən çox. Yəni, biz bunu bir-bir hesablasaq da eyni nəticəni alacaq. Yəni, ən böyük kütlə payı bunda olacaq. Sonra bunda, daha sonra da bu. Onda bu olar X, bu olur Y, bu da olur Z. İndi bunlardan hansı natrium hidroksiddə reaksiya daxil olur? Bu əsasi oksiddə daxil olmaz. İkincisi amfoter oksiddir, bu olacaq. Bu turşu oksiddir, o da qələvi ilə reaksiya daxil ola bilər. Yəni Y və Z C variantı. Sonra 22. Misqat sulfat turşusu ilə alınır. SO2H2O.
Buradan sulfatın durusu həmişə hidrogen ayrılır. İndi biz hələ ki x, y-in dəqiq SO2'si olduğunu bilmirik. Yəni y SO2 x ola bilər. Bizə deyir ki, x ilə z t ilə y əmələ gətirsin. Baxıram, SO2 hidrogenlə reaksiyaya daxil olsa, buradan alınır S plus H2O. Elə x SO2'dir, z hidrogendir. Y də H2O'dur. Bir də dediyi alınır S. Yəni sərbəst kükürddə ayrılır. Buradan olur D variantı. 23. Kalsiyum və magneziumdan ibarət qarşı xlorid turşusu reaksiyadan 5 mol hidrogen ayrılır. Kalsiyum və magnezium hər ikisi xlorid turşusu reaksiyaya daxil olur. Buradan alınır kalsiyum, xlorid və hidrogen. Əmsal bura 2 gəlir. Buradan da magnezium, xlorid və hidrogen. Əmsal 2. Demək, qarışıq 152 qramdır. Yəni burada x mol kalsiyum, y mol magnezium var. Çünki biz dəqiq bilmirik o qarışıqda nə qədər magnezium, nə qədər kalsiyum var. Yəni 40x plus 24y bərabər olur 152. Buna x yazmışamsa, demək buradakı bütün məhsulların qarşısına və başlanğıc maddənin qarşısına da x, y yazım. Deyir ki, 5 mol hidrogen ayrılıbdır. X plus y bərabər olur 5'e. X bərabərdir 5 minus y. X'in bu qiymətini gətirib yerinə yazırıq. 40 vurulsun 5 minus y plus 24y bərabərdir 152. 200 minus 40y plus 24y bərabərdir 152. 16y bərabərdir. 200'dən 152 çıxsaq eləyir 48, y də bərabər olur 3. Əgər y 3-dürsə, burada yerinə yazsaq x də bərabər olur 5 çıx 3, yəni 2. İlkin qarışıqda kalsiyum kütləsini hesablayın. İlkin qarışığında x mol kalsiyum var, yəni 2 mol kalsiyum. Bu da 2 vur, kalsiyumun ayırı 40 edir 80 qram. Demək, 24'də. Codluğa aid sualdır. 1 litrdə 32,4 mg kalsiyum hidrokarbonat olan suyun kalsiyum hidrokarbonat. Codluğu aradan qaldırmaq üçün neçə qram natrium karbonat lazımdır. Natrium 2CO3. Buradan alınır kalsiyum karbonat və natri hidrokarbonat. Burada 2 gəlir. 1 litrdə 32,4 mg kalsiyum hidrokarbonat həll olur. 32,4 mg. Biz bu milligramı qrama çevirməliyik. Yəni onu minə bölürük. 0,10 qram edir. Əgər 1 litrdə 0,10 qram kalsiyum hidrokarbonat həll olursa, bəs görək 1000 litrdə nə qədər həll olur? X. Buradan da x bərabər olur. Bunu minə vursaq 32,4. Bunu tapdıq. İndi 32,4 kalsiyum hidrokarbonatı kalsiyum hidrokarbonatının olduğu suyun codluğunu aradan qaldırmaq üçün neçə qram natri karbonat lazımdır? X. Aşağıda öz emirlərini yazır. Bura 162, burada 106. Buradan da x bərabər olur 21,2. Sonra 25. Hansı sınaq şüşələrində reaksiya gedər? Natrium H xloruna reaksiya daxil olur. Dəmir hidrogen xloridlə daxil olur. Mis daxil olunur. Kalsiyum da daxil olur. Gümüş də daxil olunur. 1, 2, 4. Sulfat turşusu, qat sulfat turşusu natriumla reaksiyası. Natrium plus H2SO4 qatı. Alınır natrium sulfat, H2S və su. Bunu əmsallaşdırsaq. Natrium 0-dan, natrium 2 dənə, natrium müsbət 1. Kükürt müsbət 6-dan, kükürt mənfi 2. 1 elektron burada, 8'i də burada, 8, 1. 8'i yazırıq natriumun qarşısında, 1'i də burada H2S-in qarşısına yazsaq, onu da buraya yazıram 4. Burada 5 yazmalıyıq.
Burada 4 düzəlir. Demək, 46 qram natrium reaksiyaya daxil olub. M qram X qazı gəlib toplanıb bura, yəni qazımız alınanlar içərisində qaz bir dənə H2-dir. Bu zaman M qram qaz ayrılır. Və 8 vur 23-dən nə qədər? H2-sin M-eri 34 edir. Buradan da M bərabər olur 8 onda 5-ə. 27. X metalda XYZ natrium hidroksilə daxil olur, həm də xlorid turşusuna. Demək, amfoter xassəli metalları götürməliyik. Sink və alüminium. Natrium hidroksilə daxil olmur, beynə denizli. Xlorid turşusuna daxil olur. Kalsiyum. Bir də dəmir. Bir dənə qaldı A variantı. Mis ilə natrium hidroksilə daxil olur. Nə də xlorid turşusuna. Bu da olur A. B, D, S, Y, A. İndi 28, 29, 30 situasiya sualları. Demək, ayrı-ayrı kolbalarda olan kalsiyum X2 və kalsiyum Y2 maddələr üzərinə su əlavə edilir. Birinci kolbada molekulunda 4 atomu olan xətti quruluşlu qaz halında maddə alınır. İkinci kolbada isə güruldayıcı qazın tərkibinə daxil olan qaz ayrılır. Güruldayıcı qazın tərkibi 2XH2 və XO2-dən ibarətdir. İndi ya hidrogen ayrılıb, ya da ki oksigen ayrılıb. İndi birinci kolbada 28-də bizdən istəyir birinci kolbada alınan ion rabitəli maddə. Aha. Birinci kolbamızda kalsiyum X2 var. İkincidə kalsiyum Y2. Hər ikisinin üzərinə su gəlsək, buradan deyir alınır tərkibində 4 atomu olan xətti quruluşlu qaz halında maddə. Onda buradan alınacaq kalsiyum X2 və kalsiyum X2 yox, kalsiyum OH2, kalsiyum OH su ilə qələbə əmələ gətirər. Bir də X2H2 alınır. Tərkibində 4 atom var. Həm hardan bilirik? Çünki kalsiyumun karbonla olan birləşməsi. Kalsiyum karbid. Su ilə reaksiya daxil olandır. Buradan kalsiyum hidroksid və qaz halında olan asitli əmələ gəlir və tərkibində də görürük ki 4 atom var. İndi birinci kolbada alınan ion rabitəli maddənin kimyəvi formulu və tarixi adı. İon rabitəli maddə deyirsə, burada polyar kovalent rabitə var, qeyri-polyar kovalent. Yəni bu kovalent rabitəlidir. Amma kalsiyum hidroksid ion rabitəlidir. Onda olacaq kimyəvi formul kalsiyum hidroksid. Tarixi adı da elə olur sönmüş əhəng. Sönmüş əhəng. Sonra birinci kolbada baş verən reaksiya tənliyini yazın, əmsallaşdırın. Bunu da biz burada yazmışdıq. Bu olur birinci. İndi onu əmsallaşdırılmış formada yazmalıyıq. Kalsiyum karbid su ilə alınır. Kalsiyum hidroksid və asetilin. Bir dənə biz burada suyun qarşısına 2 yazsaq düzəlir. Bu da olur ikincinin cavabı 29'da. Sonra 30. İkinci kolbada baş verən reaksiyanın qrafikinə əsasən M-i və N-i hesablayın. Aha. Bu da demək ki, əgər o reaksiyadan hidrogen alınıbsa, bu kalsiyum hidrid imiş. Yəni kalsiyum H2 imiş ki, o su ilə reaksiya daxil olub. Yəni bu sualı yaza bilmək üçün bizim yetəri qədər reaksiya bazamız olmalıdır. Alınır kalsiyum hidroksid və hidrogen. Həqiqətən də buradan deyir, alınan qaz güruldayıcı qazın tərkibinə daxildir. Güruldayıcı qazın tərkibində hidrogen və oksigenden ibarətdir. Bizdən nə istəyir? Reaksiya qrafikinə əsasən M-i və N-i hesablayın. İndi bunu əmsallaşdırsaq, bura 2 yazırıq, burada 2 yazırıq, düzəlir. İndi kalsiyum X2 gəlibdir, düşübdür 0-a. Yəni indi bu bizə göstərir ki, ikinci kolbadakı kalsiyum X2 imiş. Demək, bizim burada bayaqlar kalsiyum Y2. Qrafika baxanda onu biz artıq bildik ki, ikinci kolbadakı qaz X2, kalsiyum X2 imiş. Kalsiyum X2 M-dən başlayıb gəlib düşüb 0-a. Yəni kalsiyum hidrid. M-in hamısı sərf olunub. Və burada görürsünüz N qram
məhsul alınıb. Bir də M+16. Mən də alınan maddələrin içərisinə baxsam, görürəm ki, kütləsi ən çox olan kalsium hidroksiddir. Çünki o kütləsi olacaq 74. Bu isə olur, burada cəmi 4 qramdır. Yəni M+16 kalsium hidroksidə aiddir, hidrogen isə N aiddir. Onda mən elə M varsa burada M olanı yerinə yazım ki, M rahatlıqla tapım. Kalsium hidroksidə M+16 yazıram. Kalsium hidridin MR olur 42, kalsium hidroksidə 74. 74 M bərabərdir 42 M plus 42-ni vursaq 16-ya 672. Onu da bölsək 32-yə M bərabər olur 21-ə. İndi M-i tapdıq. M-in qiymətinə əsasən də N-i tapa bilərik. M-i 21 tapdıq. 21 qram kalsium hidriddən neçə qram hidrogen ayrılır? N. 42-sindən də hidrogenin kütləsi burada 2-dir. Əmsalına da vururuq 4. Buradan da N bərabər olacaq 2-yə. Bu olur birinci, bu da olur ikinci.